Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Sizlərə çox gözəl, geniş həyət yanı sahəsi olan, həm təmiri, həm tikilişi yüksək səviyyədə aparılmış iki bir-birindən gözəl və qiymətləri də münasib bir qiymətlə təklif olunan həyət evlərini təqdim edirəm. Sizdən xahiş olunur ki, videoya sonacan diqqətlə baxın. Hər iki evi bir videoda təqdim edəcəm. Deməli, evimiz 6 qarajlı proyektində inşa olunmuş və 6 qarajlı evlərin içərisində ən geniş, sahəsinə görə, həyətyanı sahəsinə görə və daxili ölçülərinə görə ən geniş proyektdə inşa olunmuş bir həyət evidir. Evimizin yerləşmə yeri də çox gözəl, həm havasına görə, həm magistral yola yaxınlığına görə super bir yerdədir. Yerləşmə ünvanı Bakı-Sumqayıt yoluna, Blue City-yə, Qafqaz Universitetinə, Köhnə Vaz dairəsinə yaxın ərazidə, yəni Yeni Bakı yaşayış kompleksinin arxa istiqamətində yerləşir. Eyni zamanda 517 nömrəli marşrut yoluna, eyni zamanda Bakı-Sumqayıt yoluna da yaxındır. Evdə böyük bir üstünlük nədir? Baxın, belə bir qaraj hissəsi var. 2 maşın qaraja daxil ola bilər. Eyni zamanda qeyd edim ki, qaraj hissəsi 1-ci mərtəbə ümumilikdə istipoldur. Və gələcəkdə də istəsəz buranı ev kimi istifadə edə bilərsiniz. Artıq ev sahibi aşağı hissəni bölüb, təmir edib, istəsəz burada 5 otaq kimi, yəni aşağı hissədə 2 otaq, yuxarı hissədə isə 3 otaq kimi istifadə edə bilərsiniz. Və yaxud da ki, qaraj hissəsində zal kimi istifadə edə bilərsiniz ki, yəni həyətyanı sahəsi çox genişdir. Çox əla bir proyekti var. Çox möhtəşəm bir evdir. 2 evdir burada satışda dəyərli izləyicilərimiz. Qiymətləri də ki, bu gördüyünüz evin qiyməti 95 min manatdır. Yəni həyətyanı sahəsinə görə qiymət dəyişir. Digər evimizin qiyməti isə 77 min manatdır. O evin həyətyanı sahəsi isə kiçikdir. Baxın, belə bir bağ sahəsi var. 2 maşın, 3 maşın həyətə, 2 maşın qaraja daxil ola bilir. Evlə ev arasında məsafə saxlanılıb. Evdə sadəcə qalıb balyansın qoyulmağı. Baxın, bu balyans qoyulacaq və həyətdə təmizlik işləri aparılacaq. Keçək evimizin daxili, yəni 2-ci mərtəbədə olan daxili görünüşü ilə sizlərə tanış edək. Otaq bölgüsü dəhliz vasitəsilədir, döşəməsi laminatdır. Baxın, burada yerləşir bizdə belə bir gözəl, geniş bir mətbəx. Mətbəx doğrudan da genişdir. Pəncərə şəbəkə pəncərədir. Bu ərazi bir daha da qeyd edin, yəni Yeni Bakının arxa hissəsi Bakı-Sumqayıt yoluna yaxın yerdir. Yəni heç masazıra daxil olmağa ehtiyac yoxdur. Təzə yolla bura birbaşa gəlir, yəni 517 nömrəli marşrut xəttinə də çox yaxındır. Bu evimizin qonaq otağıdır. Qiymətdə endirim olacaq. 95 min manata baxın, bu evdir. Digər evimizi də diqqətlə baxsaz təqdim edəcəm. O evin qiyməti isə 77 min manatdır. Və bu ölçüdə, bu genişlikdə satışda 6 qaraj proyektində inşa olunmuş ev həqiqətən də yoxdur. Kombi xəttləri çəkilib. Buraya isə sanuzel. Sənədlər çıxarışdır, tikinti təyinatlı, fərdi yaşayış torpaq sahəsində inşa olunmuş çox gözəl bir evdir. Rahat şəkildə evə qeydiyyata, yəni kupçanı alıb qeydiyyata düşə bilərsiniz.